qismət elə gətirib ki, mən bir çox ayrı-ayrı mühitlərdə, bir çox insanlarla ünsiyyətdə olmuşam. Yadımdan çıxıb indi hansı ağsaqqaldan ki, bu ibrətamiz zərbi məsəli. Bir dənə cavan oğlan olur, hörmətli, dostu, yoldaşlı, ömrün günün xoş keçirməyi bacaran, həmçinin ağsaqqala, ağbirçəyə hörmət eləyən, kimsəsizlərə əl tutan və bunun səsi sorağı hər yerə yayılır. Hər yerə yayılır ki, filan mahalda belə bir gözəl insan var, nəinki insanlara əl tutur, həmçinin özü şad xürrəm, geniş spektrli həyat keçirir. Bir oliqarx bunu eşidir, gəlir oğlanı tapır, deyir ki, oğlum, sən öz dövrünün populyar insanısan, tanınmış insanısan, eşitmişəm ömrün günün xoş keçir, həmçinin sən kimsəsizlərə, qocalara, ahıllara, əlillərə əl tutursan və mən sənin üçün bir oliqarx olaraq 3 küp qızıl gətirmişəm, təmənnasız. 3 küp qızılı bağışlayır oğlana, deyir, ananın südü kimi halal xoşun və çıxır gedir. Üstündən 1 ay keçir, 3 ay keçir, 5 ay keçir, oğlandan xəbəri yoxdur. Bu ağsaqqal oliqarx düşünür ki, bəlkə bu 3 küp qızıla görə oğlanı öldürüblər, başına bir xəta gəlib. Gəlir oğlanı tapır, deyirlər ki, bu oğlan yoxdur, qapanıb özünə, qapılıb özünə, dostlar, yoldaşlar da hamısı başından dağılıb, heç evdən bayıra çıxmır. Gəlir qapını döyür, heç qapını açan olmur, girir içəri, görür oğlan oturub otaqda, 3 küpdə qızıl qabağında. Deyir, ay bala, nə məsələdir, bəs mən bu qızılları sənə verəndən sən tamam yoxa çıxmısan, dost yoldaş da səni tərk eləyib filan bəsməkan. Cavan əli ilə belə eləyir, deyir, ağsaqqal bəri gəl. Küplərin üçünü də göstərir. Küpün ikisi ağzına kimi doluymuş. Birinin başından biraz kəm imiş, çatışmırmış. 1-2 qaşıq, 3 qaşıq qızıl çatışmırmış. Deyir, ağsaqqal, sən bu 3 küp qızılı verəndən birinin başı biraz kəmdir. Mən 3 ay, 4 ay, 5 aydır düşünürəm ki, bu kəmliyi, bu boşluğu, bu çatışmayan hissəni necə doldurum? Bu tamah haqqında, nəfs haqqında bir zərbi məsəldir. Yəni, olandan sonra hər şey yaddan çıxır, yalnız onu düşünürsən ki, o boşluğu, o çatışmayan hissəni necə doldurasan?